psixoloji təzyiq nə dərəcədədir? O bir söz var ya, bir şey var. Yəni bu sualın özünün verilməsi nə dərəcədə vəziyyəti gərginləşdirir? Kənarda aparılan bütün müdaxilələr, deyilən hər bir ehtiyatsız söz, eyni zamanda bir nəfəri, yəni o zəif nöqtə yerinə qoyub, onun üzərinə hücum çəkmək, bu problemin həllinə yox, bunun daha da dərinləşməsinə kömək edən məsələlərdəndir. Niyə görə? Həmin insanda problem üzərində əlavə olaraq psixoloji yük edir. Buna görə də mən həmişə, yəni xəstələrimə deyirəm ki, heç vaxt bu məsələni kənar adamların müdaxiləsinə imkan verməyin və mən özümün də imkanım daxilində hansı insanlar ki, buna kənar müdaxiləsi ola bilər, hansı hər birinin qarşısını alıram. Çünki bu məsələ sakitçilik məsələsidir, sakit beyinlə həll olunması məsələdir. Burada gərginlik yaratmağa ehtiyac yoxdur. Eyni zamanda həyəcanlanmağa, həyəcan keçirməyə də ehtiyac yoxdur. Çünki həyəcanlanmağa nə demək, hətta düşüncə alır.